Salam hər kəsə. Sizi gözəl bir gündən salamlayıram. Çoxdan da yox idim. Biraz işlərim var idi. Amma YouTube'a davam eləmək istəyirəm. İnşallah daha gözəl videolar çəkərəm. Həyatımda nə yeniliklər oldu? Həyatımda yox, daha doğrusu evimdə. İndi sizə göstərəcəm. Ən önəmli bir şey. Bildiyimiz kimi su həyatdır və artıq mən evə bir filtr düzəltdirdim. Artıq bol-bol su içərik. İnşallah daha gözəl, sağlam həyat. Filtr sifariş etdim evə və firmanı göstərmək istəyirəm. Türkiyənindir. O qədər gözəl, təmiz, saf sudur. Dəhşət bəyəndim. Su almaqdan inanın ki bezmişdim. Elə bir rahatlıq gəldi. Və onu deyim ki, marketdə aldığımız sular heç də dadlı deyil və təmiz olduğuna da şübhə edirəm. Su həyatdır. Baxın, usta gəlib qoşdu bura. Belə kompakt bir filtrdir. Mən amma 10 litrlik götürdüm. Bu 2025 modeldir. Dəhşət bəyəndim. Və 6 filtrlidir. Biri var 5 filtrli. 5 filtrli də onu deyim ki, təmizləyir suyu, amma minerallar olmur. 6 filtr olanlarda isə minerallarla zənginləşdirir suyu və təmizləmə qabiliyyətini dəhşət sevdim. Bundan önəmli nə ola bilər doğrudan? Çox şükür. Hələlik bura qoşduq. İnşallah mətbəximi digər otağa keçirəcəm. Daha qəşəng olar, daha qəşəng görünər. Gözəl su. Bundan gözəl nə ola bilər? Daha sonra nə göstərmək istəyirəm sizə? Temudan belə gözəl bir aparat almışam. Bu zibil qabıdır, hansı ki açıl Suzan, açıl. Bir əl işarəsi ilə açılır. Və dəhşət gözəldir. Nə iyi olur mətbəxdə, nə qoxu olur. Əsl bina evlərinə uyğundur. Bunu da dəhşət sevdim. Super bir şeydir. 17 litrdir. Kaş biraz böyük olardı və kaş biraz bu ağız hissəsi böyük olardı. Biraz belə dardı, amma eybi yox. Buna da şükür. Bundan alıb razı qaldığım şeyləri sizə mütləq göstərəcəm videolarda. Belə 6 mərtəbəli bütöv dəmirdən etajerkadır. Buna mən hələlik paltarlarımı yığıram, çünki dolabım yoxdur. Amma siz mətbəxdə toster və digər ağır əşyalarınızı da hətta yığa bilərsiniz. Bütöv dəmirdəndir. Amma keçən videoda aldığım dolabı, hansı ki paltar dolabı, ondan razı qalmadım. Çünki ona çox paltar yığanda önə doğru əyilir və yıxılır. Amma bunu tövsiyə edirəm. Dediyim kimi bu videoda göstərirəm sizə nədən alıb razı qalmışam. Daha sonra gözəl insanlar, sizə bu veşilkanı göstərmək istəyirəm. Bu superdir, bu da dəmirdəndir bütöv. Qeyd edim ki, bunun ucuz variantları da var, amma bu ən yaxşısıdır. Baxın, 8 yuxarıdadır, 8 aşağıdadır, 8 də lap aşağıdadır. Bu seçərkən diqqətli olun. Bunun plasmas olanı da var idi. Mən aldım, sonra geri qaytardım. Bu da çox lazımlı bir şeydir, pratik bir şeydir, çox faydalı bir şeydir. Əsasən də qış aylarında gödəkçələrinizi və s. asmağa çox əlverişlidir. İndi isə sizə Temudan aldığım mebeli göstərəcəm. Baxın, belə bir tumbo sifariş etdim. Mebel sayılır da bu. Çox gözəldir, balacadır, amma çox qəşəngdir, şirindir. Belə bir iki şey qoymağa. Bu göyləri də dəhşət sevirəm. Bu Temudan almamışam, amma onda Temunu tanımırdım. Temuda da hər cür şey var. Amma çox elə bir təbiidir, qəşəngdir. Çox qəşəng, şirin bir şeydir. Sağ ol Temu, səni sevirəm. Sonra əziz tamaşaçılar, sizə baxın ən gözəl Temuda olan şeyləri göstərirəm. Baxın, bu təkərli paltar şeyi. Çox gözəldir, balacadır, amma çox şey yerləşir. Hara istəyirsiniz fırlayırsınız. Qəşəng gündəlik paltarlarınızı yığırsınız. Alıb razı qaldığım şeylərdir bunlar. O qədər şey sifariş etmişəm, hamısını göstərərəm.
Sizə nə bundan paltar zət də almışam. Sonra əl altında olan bu papaq dəhşət gözəl. Bu da önəmli bir şeydir bu, mən düşünürəm. Yay aylarında nəfəs alın, başınız baxın, həm də paralayır, paralayasınız. Çox gözəl. Bunun qarasını da alacağım inşallah. Bu da alıb razı qaldığım bir şeydir. Sonra bu mənim ən sevdiyim papağım. Təbiəti sevirəm mən, yaşıllığı sevirəm. Və burada şam ağacları, bu məni valeh elədi. Amma təəssüf ki, bu sapla işlənməyib, nakleyka kimidir. Yusam bir dəfəmlik olacaq. Amma yenə də gözəldir, rəngi də çox qəşəng yaşıldır və təmiz pambıqdır. Temu möhtəşəmdir. Sonra bu papaq. İnşallah dəniz sezonu başlayır, çox həvəsliyəm. Qəşəng dənizə gedim kimi. Papağı taxıram, qəşəng üzüm yanmır. Nə qədər istəyirəm, otururam dənizdə, keyf eləyirəm. Bu papağı da sizə məsləhət görürəm. Baxın, elə bir başınızda zontik var. Bu da super, əsl plaj üçün. Sonra mənim bu sevimli güllü çiçəkli papağım. Nə gözəldir, baxın. Buna qədər bəyəndim ki, qarasını da aldım. Tapsam indi göstərirəm sizə. Bu da qarası. Temu'da nə istəsəz tapa bilərsiniz. Temu möhtəşəmdir. Temu'da milyoner kimi alış-veriş edə bilərsiniz. Daha sonra idmana gedəndə mənim kimi qəşəng mahnı ilə idman edirsinizsə, bunu taxırsınız belinizə. Bura telefonunuzu qoyursunuz. İstəsəz bura suyunuzu da qoya bilərsiniz. Baxın, bura su üçün nəzərdə tutulub. Nazik bir şeydir, yüngüldür, superdir. Sonra idmanda qaçanda qola taxmağa bunu hələ istifadə etməmişəm. Bu da superdir. Bunu da məsləhət görürəm. Və videom qısa olsun deyə sonuncu məhsulu göstərirəm. Razı qaldığım və sizə məsləhət gördüyüm ən pratik əşyalardan biri bu kiçik ütü stoludur. Baxın, görünən rahat bir şeydir. Əgər ərinirsinizsə böyük ütü stolunda paltar ütüləməyə, tez bazar bir köynəyinizi ütüləmək istəyirsinizsə, mənim kimi elə belə kravatın üstə qoyursunuz, qəşəng ütülüyürsünüz. Super. Bunu da dəhşət sevdim. Hardasa 50 cm ya da 1 metr olar. Bu qədər, bugünlük bu qədər. Sağ olun və kanala abunə olun. İnşallah gözəl videolar gələr. Hər kəsə gözəl günlər arzu edirəm. Sağ olun.